Evdar xanımlar üçün yay gəzinti üçün, istirahət üçün yox, ancaq biş-düş etməyə, qışa hazırlıq etməyə gəlib. Tam səmimi etiraf edin, yay sizin üçün necə keçir? İstirahət edirsiniz, yoxsa ancaq qışa hazırlıq görürsünüz? Arada biz qadınları qarışqa ilə də səhv salıram. Qarışqadan bizim fərqimiz nə oldu ki? Həyət evində qalanların işi daha da çətindir. Bina evində məncə bu yük 2 qat az olur. Yenə də fikirlərinizi bildirsəniz sevinərəm. Həyət evinin özünə məxsus gözəllikləri olduğu kimi çətinlikləri də var. Evin arxasına bağ eləmişik və bağa su verməyə də su lazımdır. Bizim də suyumuz təəssüf ki gəlmir, pulunu alırıq. Görək bu problem haçan həll olacaq. İnşallah nə zamansa binəyə də su çəkirlər tam olaraq. Bu arada ağaclardan başlıq çıxanlar mənə bir məsləhət versin. Üzüm ağacına necə qulluq etmək lazımdır? Dərmanını nə zaman vermək lazımdır? Arxa bağla işimi bitirib keçdim ön bağa. Ev vlogları çəkirdim, dedim bu dəfə fərqli olsun. Cücülərin dərmanlarını vurub, güllərin artıqlarını kəsdim. İnci də burada mənə imkan vermir, gördüyünüz kimi. Sonra ağacların hərəsinə biraz su verib işimi bitirdim. Əgər gözünüz gözəllik görmək istəyirsə, güllük, çiçəklik görmək istəyirsə, əziyyətinə də qatlaşıb qulluğunu yaxşı-yaxşı etməlisiniz. Qızıl güllərin verdiyi gülləri, ətirli çiçəkləri ən sonda göstərmişəm. Videoya sona qədər baxsaz görə bilərsiniz. Bir də sizdən xahişim takip edib yorum yazmağınızdır. Sizin dəstəyiniz mənim üçün önəmlidir. Bu arada mən həm evdar xanımam, həm 3 övlad anasıyam, həm də onlayn biznes qurub evdən çıxmadan övladlarıma baxa-baxa pul qazanıram. Ali təhsilim və təcrübəmin olmağına baxmayaraq ətrafım da geniş deyildi, amma 2019-cu ildən bu onlayn işlərlə çalışaraq ailəmə dəstək oluram. Qadınların arzuları nələrdir? Evlərinə istədikləri mebelləri almaq, övladlarını istədikləri kimi böyütmək və bu yolda da onlayn iş bizə çox-çox kömək olur. Hər qadın uşaqlarını kiməsə tapşırıb, bağçaya qoyub işləməyə gedə bilmir. Bağı da gözdən 1 saniyə qoymaq olmur. Baxın inci kimi. Küncdə bucaqda hardasa köhnə konfet tapdı, güclə aldım əlinə. Hətta onlayn işlərin sayəsində 2 dəfə xaricə səyahət qazanmışam. Getmək qismət olmasa belə pandemiya düşdüyünə görə. Ən əsası evdən çıxmadan mən bu səyahəti qazanmağım mənim üçün böyük uğurdur. Siz də evdən çıxmadan, övladlarınıza baxaraq və böyük sərmayə qoymadan gəlir qazanmaq. Artıq heç nə bəhanə eləmir. Sonra evi bitdi, məktəb də bitdi. Ona görə işləmək istəyənlər varsa, ciddi şəkildə buyurub yazsınlar. Birlikdə inşallah ki başlayaq. Bu yayı çox gözəl şəkildə dəyərləndirək.